məqsədli şəkildə dövlət aparatına qarşı bir inamsızlıq, təhqir, nifrət şəbəkəsi var. Məsələn, mən indi tez-tez məqsədli şəkildə TikToka girirəm. Bəzən də canlı yayım açıram və baxıram. Orada bir təhlil aparıram və uşaqlara da deyirəm, təhlil aparın. Ciddi bir aqressiya var. Məsələn, təəssüf ki, cəmiyyətin beyninə dövlət məmurları haqqında, millət vəkilləri haqqında çox ciddi yanlış fikirləri yeridiblər və sosial şəbəkədə... Bu bir şəbəkədir. Bəli, mən sizə deyim də, məsələn, mənim bir müsahibəm tərif olmuşdu. Sizin verilişdə bu barədə gərək ki, danışmışdı. Mən ümumiyyətlə bununla bağlı davamlı təhlillər aparıram. Yəni, sosial mediada və mətbuatda manipulyasiya və fake xəbərlər və bu. Azərbaycanda baxmayaraq ki, müəyyən qeyri-qanuni fəaliyyətə görə həbs olunan jurnalistlər var. Yəni, onlar qanunun, hüququn tələblərini pozduqlarına görə bugün cəzalarını çəkirlər, qeyri-qanuni maliyyələşmə və s. Amma bu şəbəkələr bugün var, mütəşəkkildir. Məsələn, misal üçün onlar hansısa bizim bir həmkarımıza çıxa bilər, məsələn, mənim özümə də bəzən çıxırlar və başqasına da. Sualları, yəni bu heç də sırf xaricdən gələn deyil. Bizim daxilimizdə bəzi saytlar var ki, onlarla əlaqəlidir. Məsələn, siz bir fikir bildirirsiniz, sonra həmin fikri təhlif edirlər və onların qrupları var, sosial media qrupları və həmin qruplarda yayırlar. Yəni, xaricdəki o blogerlərlə sinxron işləyən daxildə saytlar var deyirsiniz. Şəbəkələr var və fərdlər var. Məsələn, mən bir dəfə mənim həmən o yazımı təhlil elədim, paylaşımlara girdim, baxdım, gördüm, müxtəlif gənclər qrupları yaradıblar, qapalı qruplar var. Sosial şəbəkələrdə. Açıq qruplar var və bunlar davamlı olaraq bu informasiyanı ötürərək, tutaq ki, istər təhsilimiz, istər mədəniyyətimiz və ümumilikdə dövlətin siyasəti ilə bağlı çox ciddi bir formada iş aparırlar və ona görə bugün biz sizlə bir neçə dəfə müzakirə etmişik, çox ciddi bir ideoloji iş aparmalıyıq. Yəni, baxın, Cənab Prezident bu qədər iş görür, Qarabağda, ölkənin daxilində, ölkəmizin Orta Asiya, bu qədər qlobal işlər görülür, amma bu daxildə və xariclə əlaqəli olan həmən bu qruplar isə daxildən bu prosesləri fəal bir formada həyata keçirməyə çalışırlar və bizim ümumi gördüyümüz işlərə ləkə salmağa çalışırlar. Misal üçün, siz tez-tez sosial mediada görə bilərsiniz. Məsələn, filan rayonda, işğaldan azad olunmuş rayonda bir evin tikilməsinə 150.000 pul xərclənib. Bir insan da bunu oturur, başlayır dövrü, bu qədər pul ayrılıb. Mən görüşlərdə deyirəm və müsahibələrimdə də deyirəm, sonra da hədəf alırlar, sizlə də müzakirə etmişik. Mən deyirəm ki, burada söhbət bir evin tikilməsindən getmir. Yol var, su var, qaz var, işıq var və s. məsələlər. O evin tikilməsi qədər vəsait oradakı söküntü işlərinə gedir. Əlbəttə ki, baxın, indi bugün hamı deyir ki... Gərək ədalətli olaq. Əlbəttə ki, pensiya, filan, bunu dövlət də bilir. Amma biz bugün də müdafiə xərclərinə 8 milyarddan artıq pul xərcləmişik. Niyə? Biz buna məcburuq. Biz güclü olmalıyıq. Biz güclü olmalıyıq. Bizim artıq düşmənimiz Ermənistan deyil, onların havadarlarıdır. Və bugün dövlət mərhələli şəkildə bütün işləri görməlidir. Yəni, bizim bilirsiniz, bəzən elə şeylər danışırlar. Bunu unutmamalıyıq. Qarabağ müharibəsi bizim 30 il gündəmimizin əsas mövzusu oldu. Doğru. Bu problemi 30 il ərzində biz həll etməyə çalışdıq. Bugün Azərbaycanı qınamaq istəyənlər anlamalıdırlar ki, 30 ildə Azərbaycan 100-dən artıq qaçqın və məcburi köçkünlər üçün qəsəbə tikdi. Onları vaqonlardan çıxartdı, onları ağır şəraitlərdən çıxartdı, həyat şəraitini yaxşılaşdırdı, ordusunu gücləndirdi və s. Vətən müharibəsinə qədər deyirdilər ki, pullar hardadır?
Məlum oldu ki, pullar silahdadır, texnikadadır, ordudadır. Ona görə insanlar fikir yürüdərkən də və müəyyən bir kütlə var və bunları da kənardan körükləyirlər ki, belə olmalıdır, falan olmalıdır, olmalıdır. Bizim əhali ilə Ermənistanın, Gürcüstanın əhalisini müqayisə etmək olmaz. Bizim problemlərimizlə heç bir ölkənin problemi eyni deyil. Bizim xərclərimizlə heç bir ölkənin xərci eyni deyil. Və ona görə də birdən-birə bütün bu addımları, tədbirləri həyata keçirmək asan bir işdir. Biz birdən-birə qaldıraq, neçə min onu edək, neçə min bunu edək. Dövlət də istəyir ki, bu olsun. Amma bu dediyimiz, bax, bu hansı dövlət istəməz ki, vətəndaşı daha yaxşı yaşasın? Və ona görə də burada biz sizə bir məsələni də deyim. Yəni, biz getdikcə bu cür hücumların, bu cür təbliğatın, bu cür fəaliyyətin daha da artacağını görəcəyik. Deməli, biz ideoloji işi daha da gücləndirməliyik. Və burada da məsələ ondadır ki, bilirsiniz, mən bunu bir neçə dəfə demişəm. Məsələn, mənim günümün demək olar ki, böyük bir əksəriyyəti sosial mediaya gedir, mətbuata gedir. Ən azı 10, 11, 12 televizorlara gedirəm bəzən və çox çətin olur. İndi mən bunu nəyə görə deyirəm? Burada məsələ odur ki, bizim ziyalılarımız, bizim bu vətəni, dövləti sevən insanlarımız da çox fəal olmalıdır. Problem bilirsiniz nədir? Qara güruh kütlə çox fəaldır. Hər yerdə hücumdadılar. Amma ziyalı kəsim isə müəyyən mənada bir hissəsi öz qınına çəkilib. Kənarda. Təəssüf ki, elədir. Kənara çəkilib. Və onlar da, məsələn, baxın, sizlə önəmlidir deyə mən deyirəm. Kimlər hədəf alınır? Kim danışır o? Bəli. Kim ideoloji heç aparır? danışmayan, məsələn, baxın, siz adlarını da çəkmirlər. Son bu müddətdə ki, hədəfə alınanlar kimlərdir? Onlar islahat həyata keçirənlər, onlar fəal olanlar, onlar cənab prezidentin yanında olan dövlət siyasətini dəstəkləyənlər. Onlar hədəf alınır. Niyə qınına çəkilən, niyə heç bir mövqeyi olmayan, özünü qoruyan insanı heç kim hədəf almır? Çünki onlar onlara mane olmur. Doğru. Onlar kimə ki, onlar məsələn maraqlıdırlar ki, bir neçə insan, tutaq ki, biz dəyərlərdən danışırıq, mənəviyyatdan danışırıq, əxlaqdan danışırıq. Onlar onların işinə mane olan insanlara hücumu təşkil edirlər ki, ən azından onları da ruhdan salsınlar. Baxın, bizim cəmiyyətdə çox ciddi proses gedir. Hamını hörmətdən salıblar. Dəyərsizləşdirmə gedir. Nə yazıçıya hörmət var, nə şairə hörmət var, nə dövlət mömininə, nə millət vəkilinə. Mən arada görüşdə deyirəm ki, söhbət şəxsdən getmir, söhbət dövlət statusundan və aparatından gedir. Məsələn, siz Türkiyə kimi cəmiyyətdə, ayrı-ayrı ölkələrdə dövlət məmuruna, millət vəkilinə ən yüksək hörməti görürsünüz. Yəni, bu dövlət əyanı olduğuna görə, dövlət babanı təmsil etdiyinə görə. Biz indi o xaricdən xüsusilə bunu edirlər. Bunu ərəb ölkələrində də belə etdilər. Hakimiyyətə qarşı inamsızlıq, hakimiyyətin davamlı gözdən salınmasına cəhdlə. Ona görə burada 3 nəfər, 5 nəfər, bayaq da biz sizdən verilişdən əvvəl danışdıq. Bizi hədəf alarlar deyin, danışmayaq. Kimisə xətrinə danışmayaq. Dəfələrlə özümə deyiblər. Mənim özümə də deyirlər ki, sən nə edirsən bunu edib? Kim etməlidir? Niyə pis olursan? Niyə tənqid edirsən? Niyə münasibət bildirirsən? Niyə etiraz edirsən? Yaxşı, onda biz nə etməliyik? Yəni, onlar qoyaq ki... Onda biz dövlətimizi verək. Əlbəttə ki... Xarici qüvvələrin əlinə belə şey mi olar? Yəni, bilirsiniz, xaricdən çox böyük resurslar bu ölkəni dağıtmağa yönəlir. Mən də adını çəkib onları reklam eləmək istəmirəm. Bir 10-a yaxın belə saytlar var ki, və eyni zamanda şəxslər var. Baxın, siz axşam YouTube-a görün, YouTube-da nə baş verir? Xaricdən necə bizə hücumlar var? Özdə son vaxtlar bu hücumlar daha da artıbdır. Daha da güclənibdir. Niyə? Nə üçün? Və bu müxtəlif istiqamətlərdə bizə doğru bu işlər həyata keçirirlər. Manipulyasiya, saxta məlumatlar, yalan məlumatlar. Bilirsiniz, indi bayaq da danışdıq. Yəni, kadrdır. Cənab prezident təyin edir, etimad göstərir. Etimad göstərilən şəxs anlamalıdır ki, ona etimad göstərilir.
Göstərməyəcək, Naxçıvanda kimi dəyişiklik baş verəcək. Bəli. Yəni bu artıq elə bir məsələdir ki, ümumiyyətlə bu gün bilirsiniz, dünyada ən ciddi bir nömrəli bu gün problem nə sayılır? Kadr problemi. Bu gün ümumiyyətlə gələcəyə də doğru bütün ekspertlərin, tanınmış şəxslərin həyəcan təbili odur ki, kadr məsələsi. Və kadr məsələsi də o mənada, yəni etimad göstərilən insan buna vəzifə verilib də, məsələn, axırıncı icra başçıları ilə görüşdə cənab prezident hər şeyi açıq bir formada dedi və tapşırıqlarını verdi. Doğru. Ona görə də burada da yəni ancaq mühakimə etmək, ancaq linç etmək, ancaq təhqir etmək, gözdən bunun arxa hədəf və planı bütövlükdə siyasətə xələl gətirmək. Baxın, yəni üzücü olsa da mən hərdən sual verirəm. Biz Qarabağ zəfərini nə tez unutduq. Yəni, təəssüf ki, biz zəfərimizi milli ideologiyaya çevirə bilmədik cığıma. Mən açıq deyəcəm. Yəni, mən hərdən oturub fikirləşəm, gəlir mənə deyir, mən deyirəm ki, necə sən belə danışa bilirsən? Sən necə Qarabağa getmirsən ta ki, hansısa bölgəyə, hələ ki iş tapa bilməmsən, sən durub bunu nə ilə mənə sübut və müqayisə edirsən. Axı biz deyirdik ki, torpaqlar azad olunsun, gedib orada torpaqda yataram. Bəli. Gedib orada ac qalaram. Nə oldu, nə baş verdi? Niyə birdən-birə biz başladıq bu qədər bu? Təbii ki, bu hamıya aid deyil. Amma müəyyən bir kəsim var ki, bu kəsim... Təəssüf ki, o kəsim heç az deyil. Və mən bir şey də deyim, bu kəsim də çox təhlükəli kəsimdir. Bəli. Cahil, aqressiv, qara güruh bir kəsimdir. Doğru. Sözümüz buna aid olan kateqoriyaya aiddir. Ancaq dağıtmaq, ancaq qırmaq, ancaq əzmək. Hə, siz dağıtmaq, qırmağa nə var ki? Siz elə bilirsiniz, dağıdıb, indi bu olmayacaq. Güclü orqan var, dövlət var, cənab prezident var, bizim hüquq mühafizə orqanları, təhlükəsizlik orqanları. Amma siz elə düşünürsünüz ki, o xaricdəkilər sizə yaxşılıq etmək istəyir. Onlar sizi Suriyaya çevirmək istəyir. Onlar sizi Liviyaya çevirmək istəyir. Onlar sizi İraqa çevirmək istəyir. Onlar əgər, baxın da biz gərək hər şeyi görək. Hansı ölkə xoşbəxtlik aparıb onlar? Bəli, bunu biz nə üçün anlamırıq? Niyə biz bunu dərk etmirik ki, bunlar bizə məqsədi o deyil, onların məqsədi Azərbaycanı parçalamaqdır. Azərbaycanı məhv etməkdir, Azərbaycanı yox etməkdir.